Salam əziz və dəyərli müəllimələrim, hər birinizi xoş gördük. Bugün mən sizlər üçün çərçivəmizdə çox mühüm mövzulardan biri olan Friedrich-Froebel nəzəriyyəsi haqqında məlumat verəcəm. Hansı ki, bu nəzəriyyə çərçivə sənədimizdə yer almaqla və imtahanda ən çox rastlaşa biləcəyimiz nəzəriyyələrdən biridir. Ona görə çalışın məni çox diqqətli bir şəkildə dinləyin və yanınızda qeyd dəftəriniz olsun. Hansı ki, mənim deyəcəyim açar sözləri həmin qeyd dəftərinə yazın və videonu bəyənib kanala abunə olmağı unutmayın və videonun daha çox müəlliməyə yararlı olması üçün öz iş və qrup yoldaşlarınızla paylaşmağı da zəhmət olmasa unutmayın. Çünki belə videoların bəyənilməsi və kanala abunə olmağınızın sayəsində video daha çox müəllimənin qarşısına çıxır və onlar da belə açar sözlü təlimlərdən yararlana bilir. Və müəllimlər, hal-hazırda yanvar qrupumuza qeydiyyatımız davam edir. Hansı ki, ödənişli əsaslarla olan yanvar qrupumuzda təlimlərimiz tam şəkildə Artinin mənbələri əsasında təşkil olunur. Üstəgəl, Artinin verdiyi elmi cümlələri bizlər daha lakonik, daha qısa və daha loğru dildə sadələşdirilmiş formada öyrənirik. Üstəgəl, hər dərsin açar sözləri, PDF-ləri, testləri, video qeydləri və həmin dərsin video qeydi də atılır ki, dərsdə iştirak edə bilməyən müəllimlər sonradan dərsə təkrar baxıb öz qeydlərini götürə bilsin. Və bundan əlavə olaraq bildiklərinizi möhkəmləndirmək, bilmədiklərinizi də öyrənmək üçün quiz qrupumuz da var ki, Telegramda. Orada gündəlik testlərimiz atılır ki, həmin testlər sayəsində sizlər daha yaxşı bir şəkildə inkişaf edirsiniz. Elə isə gəlin başlayaq. Yanvar qrupuna qoşulmaq istəyən müəllimlər 050 869 41 62 nömrəsinə ad soyadı qeyd etməklə qeydiyyatdan keçib yanvar qrupuna yazıla bilər. Növbəti qrupumuz fevral ayı üçün olacaq. Mart ayında qrupumuzun olma ehtimalı çox azdır. Çünki qruplarımız artıq yetərincədir və yerlərimiz çox məhdud olur. Ona görə qruplara qeydiyyatdan keçməmişdən əvvəl çalışın ki, dərhal şəkildə yazasınız və qrupda müəllim sayı da limitli olur. Gəlin başlayaq indi Friedrich-Froebel nəzəriyyəsinə. Müəllimlər, Friedrich-Froebel bizim Alman pedaqoqu və məktəbə qədər təhsil nəzəriyyəçisi olub və Friedrich-Froebel ilk uşaq bağçasının yaradıcısıdır. Onda deməli, biz Froebelin qarşısından birinci növbədə nə yazacağıq? Yazacağıq ki, Froebel ilk uşaq bağçasını mən qısa yazacağım. Siz özünüz gözəl şəkildə yazarsınız. İlk uşaq bağçasının yaradıcısıdır. Və Froebelin yaratdığı uşaq bağçası ondan əvvəl olan uşaq evlərindən fərqlənirdi. Nə ilə fərqlənirdi desəz, ondan fərqlənirdi ki, Froebelin yaratdığı uşaq bağçasında həm təhsil, həm tərbiyə var idi. Deyə bilərsiniz müəllimə, bəs Froebeldən əvvəl təhsil və tərbiyə yox idi? Yox idi müəllimlər. Çox təəssüflər olsun ki, Froebeldən əvvəl təhsil və tərbiyə bağçalarda verilmirdi. Onun əvəzinə sadəcə uşaqlar səhər bağçaya gəlirdi, gündəlik rutin olaraq fəaliyyətlər yerinə yetirib daha sonra da evə yola salınırdı. Amma Froebelin yaratdığı ilk uşaq bağçasının əsasında artıq bizim uşaqlarımız həm təhsil, həm də tərbiyə ilə, belə deyək, əhatələndilər. Və Froebelə görə onda bunu da yaza bilərik ki, Froebeldə uşaqlar ilk dəfə təhsil və tərbiyə ilə tanış oldular. Təhsil və tərbiyə. Bunu da qeyd edək. Növbəti. Froebelə görə uşaq bağçasının əsas məqsədi müəllimlər uşağın təbii qabiliyyətlərinin inkişafına kömək etməkdir. Deməli, Froebelə görə uşaq bağçasının əsas məqsədi uşağın təbii qabiliyyətlərinin inkişafına kömək etmək. Deməli, təbii qabiliyyətlərin inkişafı hardadır? O da bizim Froebeldədir. Qısa yazıram. Sonra o belə bir prinsip irəli sürürdü ki, uşaqlar çiçək kimi böyüyür və biz də bir bağbanıq. Yəni bizim müəllimlərimiz, tərbiyəçilərimiz bir bağban olmalıdır və uşaqlara sanki bir bağban kimi qulluq etməli, onların qayğısına qalmalı və onları qayğı ilə əhatələndirməlidir. Yəni Froebel yanaşmasında əsas məqamlardan biri də budur. Və müəllimlər, Froebelin uşaq bağçasında uşaqların təlim problemi xüsusi didaktik materiallar olan oyunlar sisteminə əsaslanır. Deməli, didaktik materiallı oyunlar sistemi kimdədir? Oyunlar sistemi Froebeldədir. Hansı ki, biz didaktik oyunları bir də Montessori'də demişdik. Amma didaktik materiallı oyunlar sistemi sözü artıq birbaşa olaraq Froebel nəzəriyyəsinə aid olacaq. Və Froebel qeyd edirdi ki, oyun yalnız uşağı fiziki deyil, mənəvi cəhətdən də, əqli cəhətdən də inkişaf etdirməlidir. Deməli,
oyunun mənəvi əhəmiyyətini ön plana çəkən nəzəriyyəçi kim olub? Frebel olub. Yəni, oyun yalnız fiziki deyil, həm də uşağı əqli və mənəvi cəhətdən də inkişaf etdirməlidir. Yəni, burada yazaq mənəviyyatın da inkişafı kimdədir? Frebeldədir. Bəs onda mənə deyə bilərsiniz, müəllimə, axı Waldorfda da mənəviyyat var. Bəs biz bunu necə qarışdırmayaq? Mən də sizə deyəcəm ki, əziz və dəyərli müəllimlər, siz onu fərqləndirmək üçün nə edəcəksiniz? Biz Frebeldə deyirik ki, oyun mənəvi əhəmiyyəti uşaqlarda formalaşdırır. Amma Waldorfda deyirdik ki, uşaqlar bircə fəaliyyət nəticəsində mənəviyyatı yaradırdılar. Yəni, Waldorf məktəbində müəllimə nə edirdi? Müəllimə uşaqlarda yaxşılığı, gözəlliyi, bircəliyi formalaşdıran mənəvi bələdçi idi. Və uşaqlar o yaxşılıq, o gözəllik, o bircə fəaliyyət nəticəsində mənəviyyata yələnirdi. Amma Frebeldə oyun prosesindədir bu. Bunu da ümid edirəm ki, yaxşı bir şəkildə sizə anlata bildim. Və Frebel yanaşmasında əsas məqamlardan biri də budur ki, oyunun mənəvi əhəmiyyətinə nail olmaq tərbiyəçi müəllimdən böyük məharət tələb edir. Hansı ki, bu artıq tərbiyəçinin də yalnız intellektual, pedaqoji hazırlığı ilə yox, həm də onun mənəvi xüsusiyyəti ilə bağlı idi. Belə ki, əgər qarşıya uşağın mənəvi tərbiyəsi məsələsi qoyulubsa, o zaman tərbiyəçi müəllimin də, valideynin də bu hazırlığa malik olması vacibdir. Bu uşaq ağlayanda ağlamaq, güləndə gülmək, kədərlənəndə kədərlənmək, sevinəndə sevinmək deməkdir. Deməli, onda bunu da qeyd etmək olar ki, uşaq ağlayanda ağlamaq, mən qısa yazacağam, yenə deyirəm, sizlər özünüz yazarsınız. Ağlayanda ağlamaq, güləndə gülmək, sevinəndə sevinmək oyunun əsas mənəvi xüsusiyyətlərindən biridir. Və Frebelin konsepsiyasında əsas məqamlardan biri də budur ki, oyun texnologiyaları müəllimin və uşağın mənəvi dünyasının yarandığı tərbiyə metodudur. Mənəvi dünyasının vəhdətinin yarandığı tərbiyə metodudur. Müəllimlər, vəhdət sözü bizə hardansa tanış gəlir elə bil, hə? Hardan tanış gəlir? Montessori nəzəriyyəsindən. Hansı ki, bizlər Montessori nəzəriyyəsində demişdik, zehnin və ürəyin vəhdəti. Deməli, onda Montessoridə zehin və ürəyin vəhdəti Montessoridədir. Amma oyun zamanı tərbiyəçi müəllimlə uşağın mənəvi dünyasının vəhdəti bu artıq Frebeldədir. Gördünüzmü? Necə gözəl şəkildə bunu fərqləndirdik. Deməli, Montessoridə zehin, ürəyin vəhdəti, Frebeldə isə daha çox uşaqla tərbiyəçi müəllimənin oyun zamanı mənəvi dünyasının vəhdəti yaranır. Və bu tərbiyə metodu da bizim Frebel yanaşmamızda çox önəmlidir. Onda deməli, bunu da qeyd edə bilərik ki, uşaq və tərbiyəçinin oyun zamanı mənəvi dünyasının vəhdəti. Bu da buradadır. Daha sonra oyun texnologiyaları özü ilə buradadır. Yəni, oyun texnologiyası deyildiyi halda Frebel nəzəriyyəsi yada düşməlidir. Daha sonra o deyirdi ki, Frebel texnologiyasında rəngli toplar var, kublar var, kağızlar var və bunlar sanki kövrək uşaq dünyasından zəngin, mənəviyyatlı insan dünyasına uzanan bir körpü rolunu oynayır. Baxın, açar məqamlardan biri. Sabah deyəcək ki, hansı nəzəriyyədə oyun zamanı uşaqların kövrək uşaq dünyasından zəngin, mənəviyyatlı insan dünyasına doğru uzanan bir körpü rolunu oynayır Frebel nəzəriyyəsində. Bu da yadımızda qalsın. Daha sonra Frebelin yaratdığı sistemlərdə uşaqların bədii zövqünün inkişafı mühüm yer tutur. Bədii zövq də bizə tanış gəlir. Hardan? Waldorf yanaşmasından. Çünki orada da bədii zövq var idi. Bəs müəllimə, bunu necə fərqləndirək? Biz mənəviyyatı bayaq fərqləndirdik. Dedik ki, əgər uşaqlarda bircəlik zamanı mənəviyyat formalaşırsa, bu Waldorfdadır. Oyun zamanı mənəviyyat formalaşırsa, bu Frebeldədir. Bəs bədii zövqü necə aydınlaşdıraq? Bədii zövqü də belə aydınlaşdırırıq. Testə baxıram. Testə versə, rəsm, modelləşdirmə, aplikasiya, musiqi, şeir söyləmə və qiraət bacarığı. Deyə bilərsiniz, müəllimə, rəsmdə, musiqidə, şeir söyləmədə bunlar axı Waldorfda da var, Emiliada da var. Bəs necə fərqləndirək? Yadınızda qalsın, rəsmlə musiqi əsas etibarilə Emiliadadır.
Yəni testə verildiyi zaman rəsm məşğələsi ilə musiqi məşğələsi Emiliyadadır. Şeirdir, nağıldır, hekayədir, teatrdır, səhnələşdirmədir. Bunlar Valdorfdadır. Frebeldə isə modelləşdirmədir. Modelləşdirmə. Daha sonra Frebeldə aplikasiyadır. Spesifik ona aid olanları qeyd edirəm. Aplikasiyadır. Aplikasiyadır. Bir də burada qiraət. Qiraət adı da birbaşa olaraq Frebel nəzəriyyəsi ilə bağlıdır. Deməli, Frebelə xas olan bədii zövq, bədii fəaliyyətlər hansılar oldu? Aplikasiya, qiraət, modelləşdirmə. Bu qədər bəsit. Bəs Valdorfa aid oldu bizim teatrımız, səhnələşdirməmiz, rollu oyunlarımız. Musiqini də orada götürmək olar, şeiri də orada götürmək olar, hekayəni də. Amma sırf olaraq desəz ki, müəllimə, musiqi ilə rəsm hansı nəzəriyyəçiyə, hansı yanaşmaçıya aiddir? Deyəcəm Emiliyaya. Hansı ki, bu bir neçə il bundan qabaq türklərin, yəni Türkiyənin özünün bağça müəllimləri üçün işə qəbul imtahanında da sırf olaraq musiqi ilə rəsm məşğələsi Emiliya nəzəriyyəsinə götürülüb və bizdə də belə qəbul olunur. Bu belə. Daha sonra Frebel sisteminin əsas məqamlarından biri də budur ki, burada hərəkətin və duyğuların, təəssüratların həmçinin sözlərlə ifadəsi önəmlidir. Baxın, gözəl bir məqam. Deməli, Frebel sistemində mühüm bir prinsiplərdən biri də budur ki, hərəkətlər, duyğular və təəssüratlarımız sözlərlə ifadə olunmalıdır. Yəni, uşaq öz hərəkətini də, öz duyğularını da, təəssüratlarını da sözlə ifadə etməyi bacarmalıdır. Deməli, onda mən qısa formada yaza bilərəm. Sizlər geniş yazarsınız. Prinsipin, yəni Frebel prinsipinin əsas məqsədlərindən biri də uşağın hərəkətini mən indi belə yazıram, burada idarə etmək biraz çətindir. Hərəkətini, duyğularını və təəssüratlarını sözlərlə ifadə etməsi. Qısa yazıram, müəllimlər, hərf səhvi olsa bilin ki, qısa formada yazmağa çalışıram, onun üçündür. Sözlə ifadəsi. Bu da aid olacaq bizim Frebel yanaşmasına. Daha sonra, yəni sözlə yaradılmış əlaqə uşağın həm hərəkətlərini, həm duyğu təcrübəsini daha mənalı və şüurlu edir. Və Frebelin hədiyyələri ilə oyun prosesində tərbiyəçi müəllim uşağa obyekti göstərir, onun fiziki xüsusiyyətlərini, onunla mümkün olan hərəkətlərini vurğulayır, onun nümayişini mətnlə ya şeirlə edir, ya mahnı ilə edir. Yəni, daha çox burada sözün rolu çox önəmlidir. Ona görə biz deyirik, burada daha çox qiraətdir, şeirdir, mahnı da özünü daha çox göstərir. Yəni, oyun zamanı da uşaqlar öz fikirlərini, öz duyğularını ya şeirlə, ya mahnı ilə bizə ötürürdülər. Daha sonra Frebel sistemi böyüklərin təlim-tərbiyədə fəal iştirakını nəzərdə tutur. Deməli, böyüklərin təlim-tərbiyədə fəal iştirakı da kimə aid olacaq? Böyüklərin təlim-tərbiyədə fəal iştirakı aid olacaq bizim Frebel nəzəriyyəsinə. Frebelə aid olacaq. Daha sonra, bəs deyə bilərsiniz müəllimə, Frebelin hədiyyələri deyirik də, biz niyə görə onun o oyunlarına hədiyyə deyirik? Çünki Frebelin sistemi sırf olaraq uşaqlara yönəlik idi deyə. O bilirdi ki, uşaqları ən çox xoşbəxt edən şey nədir? Hədiyyədir. Və uşaq ona hədiyyə kimi verilən oyuncaqlar vasitəsilə daha çox maraqla oynayır, daha çox belə həvəslə oynayır və onu dərk etməyə daha maraqlı olur. Ona görə o öz oyunlarını, öz oyuncaqlarını Frebelin hədiyyələri şəklində adlandırmışdı. Və Frebeldə əsas bizə lazım olacaq məqamlardan biri də nədir, müəllimlər? Baxın, Frebel nəzəriyyəsi xalqa dayanır. Yəni, xalq yaradıcılığına əsaslanır. Harda xalq yaradıcılığı, harda xalq oyunları, harda əbədi yaşarlılıq prinsipi gördünüzsə, bilin ki, Frebeldir. Əbədi yaşarlılıq nə deməkdir, izah edim. Hansı ki, müəllimlər, gün gələcək bizlər bu dünyada olmayacağıq. Yəni, hər kəs bunu bilir və dərk edərək yaşayır ki, bir gün gələcək bizlər dünyada olmayacağıq və bizim nəslimiz davam edəcək. Və bizim nəslimiz davam edən zaman biz Azərbaycan xalqının nümayəndəsiyik. Və bizim özümüzün mentallığımız var, bizim özümüzün mədəniyyətimiz var, yaradıcılığımız var. Bizim üçün ən önəmli faktorlardan biri də muğamımızdır. Bizim muğamımız. Biz sabah olsaq da, olmasaq da o muğamımız, o xalq yaradıcılığımız, o xalq mahnılarımız, o xalq oyunlarımız hamısı yaşayacaq. Yəni, əbədi yaşarlılıq budur.
biz olsaq da, olmasaq da bizim mentallığımız, bizim kulturamız, bizə məxsus olan bütün xüsusiyyətlərimiz yaşayır və yaşayacaq. Baxın, bu artıq əbədi yaşarlılıqdır və Frebel də xalq yaradıcılığının daim yaşayacağını və əbədi formada qalacağını qeyd edirdi. Ona görə də buradan qeyd edə bilərik xalq oyunları, xalq yaradıcılığı, daha sonra qeyd edə bilərik biz burada, hansı ki qaydalı oyunlar da bilirsiniz xalqa dayanır da. Ona görə qaydalı oyunlar, əbədi yaşarlılıq. Daha sonra Frebel nəzəriyyəsində əsas faktorlardan biri də buydu ki, o oyun vasitəsilə ağıllı insan yaratmaq istəyirdi. Yəni Frebel sistemində əsas məqamlardan biri də buydu ki, o deyirdi ki, biz bu gün uşaqları oyuna cəlb etməklə gələcək üçün ağıllı insan hazırlamağın təməllərini qoymuş oluruq. Deməli, ağıllı insan yaratmaq oyun vasitəsilə kimə aid olacaq? Əlbəttə ki, Frebelə aid olacaq. Bu da belə. Frebelin yaratdığı uşaq bağçalarının məqsədi ailələri əvəz etmək, anaları əvəz etmək, anaları bir növ uşaqlardan uzaqlaşdırmaq yox, bir növ uşaqların tərbiyəsində, inkişafında analara kömək etmək olub. Yəni, analar uşaqların psixoloji cəhətdən necə davranmaq lazım olduğunu məktəbəqədər müəssisənin tərbiyəçisindən, müəllimədən öyrənsin. Onun əsas faktoru buydu ki, məktəbəqədər təhsil müəssisəsinin vəzifəsi azad, müstəqil, özünə inamlı insan yetişdirməkdir. Deməli, məktəbəqədər təhsil müəssisəsinin məqsədi, vəzifəsi azad, müstəqil, özünə inamlı insan yetişdirməkdir fikrinin təməlini kim qoyub? Frebel qoyub. Bu da belə. Və Frebel uşaq bağçasının uşaqların sevinc yeri olmasını istəyirdi. Bu da bizim üçün əsas məqamlardan biri olmalıdır. Bu da belə müəllimlər. İndi gəlin, keçid edək Frebelin hədiyyələrinə. Baxaq görək, Frebelin bilirsiniz, hədiyyələri çox önəmlidir və sabah imtahanında əsas məqamlardan biridir Frebelə aid. Onu da birdən aydınlaşdıraq bir yerdə. Birinci hədiyyəsi var Frebelin, hansı ki bu hədiyyəsi bizim üçün çox önəmlidir. Birinci hədiyyəsi rəngli toplardır. Və o topu uşaqlara körpəlik çağından gənclik çağına kimi məsləhət görürdü. Çünki uşaq həmişə topla oynayır. Top hissələrə bölünmür. Əsas faktor buradadır. Çünki top hissələrə bölünmür. Birinci hədiyyəni yazaq, rəngli top. İndi izahını verək ki, rəngli top nədir? O deyirdi ki, top hissələrə bölünmür və top hər tərəfdən qapalıdır, bütövdür. Uşaq az yaşından başlayaraq əşyanı bütöv halda görür, onu əlinə götürmək istəyir və bunun nəticəsində dünyanın bütövlüyünü qəbul edir. Yəni, dünyanın tam, bölünməz olduğunu anlayır, dərk edir. Birinci hədiyyə uşağa nəyə qazandırdı? Dünyanın tam, bölünməz olduğunu. Aydın oldu mu? Və o topu adətən, belə deyək də, uşaqlara 2-3 aylıqdan uşaq həmin topu beşiyinin üzərindən valideyn asmalıdır ki, uşaq onunla oynaya-oynaya dünyanın tam, bütöv və bölünməz olduğunu anlasın. Və həmçinin uşaqda əl-qol hərəkəti, kürək əzələləri inkişaf etsin. Uşaqda gümrahlıq əmələ gəlsin. Və uşaq iməklədiyi dövrdə ana topu irəli atsın, uşaq topun arxasınca iməkləməyə başlayır və onu götürmək üçün hərəkət edir. Və yeriməyə başlayan zaman topu atırlar, uşaq topun dalınca gedir, onu əlinə götürəndə sevinir. Və xüsusən rezin top yerə dəydikcə o atılıb düşür, bu uşağın diqqətini cəlb edir. Bu formada və o topa aid 3 dənə mahnı da hətta bəstələyib, yəni mahnısı var. Topla havada oyun, rəngli top, qaytanlı top bu formada. Bunu da aydınlaşdırmış olduq. Uşaqlar top vasitəsilə, əşyalarla yanaşı, həm də müxtəlif rənglərlə tanış olmuş olur. Bu da bizim birinci hədiyyənin mahiyyəti. İkinci hədiyyəsi ağac altılığa bərkidilmiş kürə, kub və silindirdir. İndi bunun mahiyyəti nədir bəs? O bu hədiyyəni uşaqlara 6 ayından sonra verməyi tələb edirdi. Yəni uşaq öz bədən quruluşu ilə maraqlanmağa başladığı dönəmdən. Bu zaman həmin oyuncaq uşağa böyük bir zövq verir. Hansı ki bu oyuncaqlar
Frebelin ziddiyyətlər nəzəriyyəsi ilə bağlıdır. Uşaq əşyalar arasındakı ziddiyyəti tanış olur. Ziddiyyətlə tanış olur daha doğrusu və onu əyani gördüyü zaman onun mahiyyəti haqqında daha dürüst məlumat almağa başlayır. Məsəl üçün kürəni götürür, ovucun içərisində boş qabda hərəkət etdirir anası və göstərir ki, bax kürə oynayır. Kürə uçur, fırlanır. Amma kub heç fırlanmır. Onu bir tilin üzərində fırladır, yenə də düz durur. Çünki fırlanmazdı. Və uşaq nəyə qadir olur? Nəyə qadir olur? Nəyi mənimsəyir? Ona qadir olur. Mənimsəyir ki, artıq ziddiyyət var. Yəni kub belə deyək, hərəkət etmədiyi halda kürə isə hərəkət edir və onlar arasındakı o ziddiyyəti başa düşür. Və beləliklə Frebel hələ uşaq yaşlarından uşaqlara quraşdırma işinə alışdırmağı məsləhət görür və kürəni kubun üzərinə qoyarkən adam fiquru alınır. Bu oyuncaqlarla həm qızlar, həm də oğlanlar oynayırdı. Deməli, birinci hədiyyədə dünyanın tam bütöv bölünməz olduğunu anladı uşaq. İkinci hədiyyədə ziddiyyətlər nəzəriyyəsi ilə tanış oldu. Kubla kürənin və silindirin bir-birinə zidd olduğunu anladı və bunun vasitəsilə də ziddiyyətlər nəzəriyyəsi ilə tanış oldu. Üçüncü hədiyyəsi 8 hissəyə bölünmüş kubikdir. Kubik. Hansı ki, bu kubik biz artıq birinci hədiyyədə əşyanın belə deyək də əyani, xarici görünüşünü uşaqla tanış etdik. Xarici forması ilə, quruluşu ilə, bərkliyi ilə, yumşaqlığı ilə artıq uşaq tanış oldu. İndi üçüncü hədiyyə isə Frebel deyir ki, artıq uşaq əşyanın daxili quruluşunu, onun hissələrə ayrılmasını, hissələrdən tamın əmələ gəlməsini mənimsəməlidir. Yəni artıq 3 yaşa qədər uşaqlar əşya haqqında, onun xarici forması haqqında, quruluşu haqqında, bərkliyi, yumşaqlığı haqqında məlumatlı oldu zaten. İndi bizə lazımdır. Biz uşaqları əşyanın daxili ilə də tanış edək. Hansı ki, uşaq bilsin ki, onun daxilində nə var, onu parçalamaq nəyə lazımdır, təzədən onu tam hala gətirmək nəyə lazımdır. Uşaq yəni artıq onun daxilini də öyrənsin, söksün, içərisinə baxsın, sonra sındırsın, yenidən düzəltsin. Baxın, üçüncü hədiyyənin mahiyyəti budur. Yəni, uşaq üçüncü hədiyyədə əşyanın davamlılığını, qoyanda dura bilən olduğunu, sökülüb yığmağın nə olduğunu öyrənir. Yəni, üçüncü hədiyyənin mahiyyəti ondan ibarətdir ki, uşaq burada yeni bilik əldə edir. Uşaq yeni bilik əldə edir. Harda? Üçüncü hədiyyədə. Dördüncü hədiyyəsi isə 8 hissəyə bölünmüş, artıq bu kərpicdir. Kərpic. Bəs kərpiclə nə edəcək? Kərpiclə uşaq uzun, enli, hündür sözlərinin mahiyyətini anlayıb, sahə, məkan, həcm təsəvvürlərini yiyələnmiş olacaq. Və həmçinin düzbucaqlıdır, dördbucaqlıdır, bərabərlikdir. Bu kimi sözlərin də mahiyyətini anlamış olacaq. Beşinci hədiyyəsi 27 hissəyə bölünmüş kubikdir. 21-i bütövdür, 3-ü 4-ü kiçikdir, 3-ü də kəsikdir. Bu kubiklərin köməyi ilə uşaq 300-ə qədər fiqur düzəldəcək. Bu da bizim 5-ci hədiyyəmiz. 6-cı hədiyyəsi isə artıq 27 hissəyə bölünmüş kərpicdir. 27 hissəyə bölünmüş kərpicdir. Necə yadınızda saxlayın? Elə bilin, birinci kubik gəlir, sonra kərpic gəlir. Hansı ki, üçüncü hədiyyədə nə gəldi? Birinci 8 hissəyə bölünmüş kubik, sonra 4-də 8 hissəyə bölünmüş kərpic, sonra 5-də 27 hissəyə bölünmüş kubik, 6-da yenə 27 hissəyə bölünmüş kərpic gəldi. Yəni, birinci kubik, sonra kərpic. Bu formada yadınızda qalsın. 6-cı hədiyyənin də mahiyyəti bundan ibarətdir ki, artıq uşaq bağçasında tikinti material kimi istifadə olunur və uşaqlar ondan istənilən qədər tikinti materialları hazırlaya bilir. Bu da bizim Frebelin hədiyyələri. Bir də müəllimlər, Frebel nəzəriyyəsində o uşaqları yaş dövrlərinə bölüb, belə ki, körpəlik dövrü 2-3 yaş, məktəbə qədər dönəm 3-7 yaş, erkən yaş 7-10, yeniyetməlik isə 11-15 yaş olmaqla uşaqları yaş dövrlərinə də bölmüşdür. Və o deyirdi ki, hər bir dövrdə uşağın inkişafı üçün zəruri olan materiallar olmalıdır. Uşaq aləmi 2 yolla empirik şəkildə xarici hiss orqanları və hərəkətin köməyi ilə təcrübədə dərk edir. Birinci, yəni empirik şəkildə, hansı ki, toxunaraq, bir də təcrübə vasitəsilə təcrübə də insanın daxili aləmini oyadır və uşaq daha yaxşı şəkildə ətraf aləmi mənimsəyə bilir.
Onun yaşadığı dönəmdə Almaniyada ona qarşı çıxmışdılar. Hətta Almaniyada uşaq bağçalarının açılması qadağan edilmişdi. Amma o artıq dünyadan köçüb gedəndən sonra onun yaradıcılığına qiymət verildi. Necə ki, bilirsiniz, bu hər zaman belə olub. İnsanlara sağlığında qiymət verilməyib. Artıq onlar vəfat edib dünyadan köçdüyü zaman onlar necə deyərlər, o dəyərə, qiymətə layiq görülüb. Ona görə sizlər də çalışın hər zaman insanlara zamanında və vaxtında dəyər verin. Və müəllimlər, Frebel nəzəriyyəsi bu qədər. Yəni bunları bilməklə siz Frebel nəzəriyyəsini tam şəkildə mənimsəyib imtahanda əsas məqamlardan, yəni düşə biləcək sualları asanlıqla cavablandıracaqsınız. Təşəkkür edirəm diqqətinizə görə və məni səbirlə dinlədiyiniz üçün. Videonu bəyənib kanala abunə olmağı unutmayın zəhmət olmasa. Təşəkkür edirəm hər birinizə.